Hər birinizi salamlayıram. Mən Mirəliyev Anar İmanoğlu. Motosiklet sferasına yeni daxil olmaq istəyənlər üçün hamını maraqlandıran o sualın cavabını bugün bu videoda tapacaqsınız. Bu videonu çəkməkdə məqsədimiz hər hansısa bir markanı pisləmək deyil. Sadəcə olaraq ilk başlayanlara qaranlıq qalan məqamları bu videoda təqdim edəcəyik. Təbii ki, bu sual CF 250 SR yoxsa Yamaha R15 olacaq. You can't give a fuck, that's what they do. You can't kill my confidence. You can't give a fuck, that's what they do. You can't kill my confidence. You can't give a fuck, that's what they tell me. All the fucks I ever gave them. Gördüyünüz kimi sağımda Sağımda gördüyünüz kimi Yamaha şirkətinin R15 markalı tək silindiri 150 kubların şahı olan 150 cc'lik bir motosiklet dayanıb. Solumda isə CF Moto'nun 250 cc'lik tək silindirlik motosikleti dayanıb. 20.000 kilometrlik bir təcrübəsi var. R15 satıb bir dənə də R15 alan biri kimi dəvət eləmişik. Solumuzda isə 250 SR sürən qardaşımız, sahib qardaşımız var. Onlar da öz fikirlərini bölüşəcəklər. Bəxtiyar, ilk öncə başlamaq istəyirəm. Torku haqqında məlumat verəsən, at gücü haqqında, yanacaq çəninin tutumu haqqında məlumat verəsən. Yanacaq çəni 11 litr tutur. At gücü elə bir ki 19 at gücüdür. Voku isə, yəni torku 18 Nm. 27 at gücüdür. Torku 22.5, 23'dür. Səni 12 litrdir. 12, maksimum 13 litr tutur. 13 litr tutur. Maksimum top speed nə qədər sıxırsan? Mən köhnə motosikletimdə, yəni V4-də sürmüşəm artısa 155. 160 da gedərdi, yəni redline-a girmədi də. 155-də sadəcə yol qutardı deyə sürmədim, mən də risk eləmədim. Amma 160 görən dostum var. Onda dedilər mənə, amma araşdırdım, 155-dən o tərəfə getdiyini görmədim. O artıq apkatkadan asılıdır da. Həmçinin motosikleti, məsələ mən sıfırdan almışam. Sən işlənmiş almışsan, səndən əvvəl sürən yəsi necə sürüb, necə apkatka verib, o da fərq verir. Onu da yaxşı. O da fərq verir məsələn. Bəs sahib qardaşım, sən neçə kilometr sürmüsən? Yəni bunlarda 250-lərdə RPM 10.000 aborotda dirənir. Onu açdırmaq lazımdır da. 10.000 aborotla, yəni maksimum sürmüşəm 157, 158. Amma ki onu açırlar da ki RPM 12.000-ə qədər gəlsin. Bunu asıl modifikasiya edirlər, stage yazırlar. Stage, hə, o stage 1 adlanır, amma əslində sadəcə RPM-i artırırlar. 160 deyək də, 160. Yox, 160-da redline-a girir. Yox, redline-a girir. 12.000 aborotda səndə 160-dırsa, məndə 12.000 aborotda 170-175-dir. Ay sağ ol. 170-175, rahat görür. Yəni o stage yazılsa, stage deyək də, o yazılsa onu görür. Yox, mənə maraqlıdır ki, stagesiz konkret olaraq nə qədərdir, səndə stagesiz nə qədərdir? Quru gördüyüm rəqəm maksimal sürət 155 görmüşəm. Aha. Dostum 160 sürüb. O da yəni video çəkilişimiz belə var. Bəli, zavod yəni. Aha. Sən Və adam o sürəti 40.000 kilometrdə eləyir. Samir. Samir. Videosu da var. Bəli. Ha, videosu da var, gözəl. Sən stagesiz nə qədər sürmüsən əsas məsələ? Stagesiz 160 deyək də bura. 160 ha. 160. Bəxtiyar, zəhmət olmasa çəkisi Benzinsiz. Benzinsiz quru kilosu 145 kilo. 145 kilo. 155-157 kiloda budur maksimum. Keçən səfər R15 haqqında, ehtiyat hissələri haqqında məlumat vermişdik. Bu səfər sahib qardaşımızdan SR-ın haqqında məlumat almaq istəyirik. Görək, rahat taxılırmı əsasdır, neçə günə gəlir, burada varsa qiymətlər neçəyədir. Zəhmət olmasa sahib qardaşım bu barədə məlumat verərdin. CF-in o şey üstündür ki, R15-dən. CF yəni Bakıda alanda rəsmi zəmanət də verir. Yəni daxilində bir problem olduğunda o özləri qarşılayırlar. Yəni Ukraynsk qrupunun yanında rəsmi
servis yerləri də var. Hər hansısa bir zapçası lazım olanda gedib ora müraciət edib tapmaq olur. Yəni o sifariş eləmək, onu gətizdirmək zaten onlar uzun işdir. Əlimin altında məsələn harasa xarab olsa ya da ki çatdasa nə eləsə gedib gətirirəm. Üzr istəyirəm, sözümü bölürəm. Aha. 250 SR-lar təzə gələndə Bakıya zapças tapmaqda çətinlik çəkirdilər. Mən bunu eşitmişdim. Aha. Artıq geniş yayılıb, şəhərdə yetərincə 250 SR sürən var. İndi yenə bu eyni problem yaşanır, yoxsa istədiyin vaxt deyək ki, Allah uzaq eləsin, yan plasmasın sənin qırıldı. Almaq istəyirsən, rahat tapa bilirsən, yoxsa Tapırıq. İndi tapılır. Əvvəl SR-lara qarşı belə bir ön yarğı var idi ki, Türkiyədə yığılan SR-ların çoxunda kronik problemlər olurdu. Onu da Zaur öz videosunda açıqlamışdı ki, Türkiyədə olanlar zapças halında gəlib orada ustalar tərəfindən yığılır, amma bizdə birbaşa gəlir, onu da qutudan özümüz çıxarırıq. Yəni o gözümüzün qabağında açılır, yəni yığılıb gəlir. O da vergi söhbətinə görədir türklərdə. Bizdə kronik heç bir problemi yoxdur. Yəni hər yerinə su da vura bilərsən, bayaqlar Moykadan gəlir. Yəni hər yerinə su vurmuşam, amma heç bir problem də olmur. Yəni bir ildən çoxdur məndədir. Yəni heç bir problem yaşadım. R15 də o barədə kronik heç bir problem yaşatmıyor. Məndə R15 də olub. Burada mən əlavə eləmək istəyirəm. R15-də belə bir xroniki deməyim, bəzi modellərində benzin filtrində problemlər yaranır. O da bahalı bir şeydir yəni. Və iki dənə tanışımda o problem olub. Birində hətta 10 minə çatmamış oldu. Birində də hardasa 15 minə yaxın da oldu. sən dediyin problemi məndə... Amma bu ümumi bütün ölkədəki R15-lərin cəmi ikisinə, yəni hamısını tanıyırıq deyə, belə onu da müqayisə edir. İkisində çıxıb. Mənə də demişlər ki, benzin nasosunda problem var. Dost mənə dedilər biraz 95 ilə 98 Qarışdı. çıx trasa, rahat düzələcək o. Mən çıxdım trasa, sürdüm, məndə o problem aradan qalxdı. Yəni məndə də yaşandı. Amma ikinci şəxsi deməyim, birinci şəxsi tanıdığım o bildiyin yəni motosikletə bəlkə aramızda ən yaxşı baxan idi də. Yəni benzinindən tutmuş Nurlanı deyirəm. Nurlan. Ha. 98-ə belə qədər tökürdü də yəni o. Hə. Yəni bu Liboy Məncə o zavodda yaranan zavodda yəni ən ideal Yəni texniki 50 problemdir də. motosikletdən birində olacaq nasazlıq kimi bir şey belə qəbul ən edirəm. ideal belə şirkət olsun. Əgər o nəsə istehsal eləyirsə, dənəsindən birində, yəni nəsə bir xroniki problem çıxacaq. O xroniki getmir də məncə. Xroniki getmir də, yəni Getmir. zavod problemi çıxacaq. Zavod defekti çıxacaq. CF 0 götürmüşəm də. Çıxardanda məsələn noşka açıq olanda onsa birdə xodlanmır da motosiklet. Amma bunda Açanda sönürdü, neytralda da xodlanmırdı. O baxdı var, o ha. beynindəymiş. Açdılar aşağıda. SR-larda da var o Açdılar problem. aşağıdan, yəni özləri də orada düzəltdilər. Belə nə Yəni problem olsa müdaxilə oluna xroniki. biləcək problemlərdir. Hə, yəni özləri düzəldə bilirlər. Özün belə araşdırıb tapa bilərdi Ha. internetdən. Dedin ki, bunun qarantiyası var. Var, ha. Əsasən nəyə qarantiya verirlər? Məsəl üçün Yamahada elektronikasına yəni qarantiya vermirlər. Əsasən motordur, karotkasına zəmanət verirlər, amma qalan heç bir şeyə qarışmırlar. Yəni elektronik heç bir şeyə qarışmırlar. Bəs Yəni- bunda necədir? Məntiqlə fikirləşəndə ümumiyyətlə heç bir motosikletlərdə yaxından, məsələn, Moykada olanda belə yaxından napor vurmaq, yəni çox təzyiq göstərmək onsuz da məntiqlə olmaz. Bunlarda da məsələn elektrik problemi olsa, əgər ki zavoddan çıxanda elektrik problemi varsa, onları özləri qarşılaya bilərlər. Amma ki məsələn onlara gəlib desəm ki, mən naporu yaxından vurmuşam, xarab olub, o deyəcəklər ki, o işi yəni sürücünün problemidir. Yəni sürücünün daşıdığı məsuliyyətdir, belə deyim. Bir dənə şey deyim. Buna əsasən hər bir yerinə su daxil olur da. Yəni Su bu daxil olur. Əvvəl Yəni alanda amma ki Təzyiqdən gəlir. onu vurğulayırlar ki, yaxından napor vurmaq olmaz. hə, Yəni o qabaqcadan deyirlər. aydındır. Yəni belə başa düşdüm ki, CF Motonun rəsmi servisi elektrik hissəsinə də zəmanət verir, amma ki Verir. Aha. yaxından təzyiq Yəni su də vurmamaq təzyiq şərti. vurmamaq şərti ilə. Aydındır. Yəni özümüz xarab edib üstünə apara bilmirik. Təbii ki də. Ya onu Heç bir şirkət qarşılamaz onsuz da. təbii ki heç bir şirkət qarşılamaz. Prosta mənə o maraqlıdır ki, bunu necə təyin edirlər ki, bu yaranan problem təzyiqli sudan yaranıb, yoxsa məsələn öz problemidir. Mənə Məsələn, o çox maraqlıdır. Belə deyə bilərik ki, motosikleti çıxardıq, hələ təzə xodlamışıq, görürük ki, məsələn, adicə dönmə işıqları işləmir. Məsələn, elektrikində problem var. O orada hələ oradaca göstərirsən ki, yəni bu dəqiqə almışam,
yumamışam, napor vurmamışam, heç nə eləməmişəm. Yəni bu zavoddan gəlmə xroniki bir problemdir, onu özləri həll eləyirlər. Amma ki, məsələn, bir il keçsin üstündə mən gedim aparım deyim ki, bu Pavarotti xarabdır. Deyəcək, bəlkə qardaş özünüz xarab eləmişsiniz, gətirmişsiniz üstünüzə. Mən alanda, yəni dedilər ki, elektron heç bir hissəsinə qarantiya verilmir, yalnız mexaniki hissəyə qarantiya verilir. CF-ə bir dənə xal verək ki, yaxşıdır ki, elektrik hissəsinə də yəni qarantiya verilir. Bu CF-in üstünlüyü. Bu ağacda böcək çoxdur, mən böcəkdən qorxuram. Ala bildim də, o böcəkdən mən də qorxuram. Yox. Aha. Sizə bildirdiyim kimi 155-lərin şahı olan R15-in tək silindirli motor olduğunu qeyd elədik. Burada ən əsas vacib amillərdən biri də ki, VVA texnologiyasına sahib olmasıdır. CF 250 SR-da Dodge motor gedir. R15-də isə VVA motor gedir. Bunların da fərqləri nələrdir? Dodge motorda elədir ki, iki çıxışlıdır. Bir də egzoz. Belədir ki, yəni standart olaraq havanı qəbul edir və egzozdan buraxır. Amma VVA texnologiyasında elədir ki, məsələn, siz aşağı RPM-lərdə də sürəndə, yuxarı RPM-lərdə də sürəndə bu klapanlar hava axınını içəri idarə eləyir. VVA texnologiyasının üstünlüyü ondan ibarətdir ki, aşağı RPM-lərdə şəhər daxili sürərkən siz ekonom rejimdə sürə bilirsiniz. Məsələn, nə qədər istəyir dedik, əgər məsələn normal sürürsünüz. Ən sadə, minimal yandıra biləcəyim 2,5 hesablamışam. Maksimumda 5,5,5. Yük də amil daşıyır da burada. Bəli, burada yük də amil daşıyır. Amma onu qeyd edeyim ki, CF 250 SR-da minimum 3,5 litr içir. Sənin aqressiv sürüşündən asılı olaraq, sürüşdən asılı olaraq neçə litrə qədər qalxa bilir? 6 litrə qalxır. 6 litrə qalxır. Aqressiv sürüşdə nə edirik? Məsələn, RPM-i 10.000-dən aşağı salmadan sürmək də belə deyim sizə. Yəni maksimum abarotda sürmək. Artçı da olsa bir 80 kilo daha çətin. Oy. Maşınla bərabər Sentra ilə bərabər. Onun mənfi dəfə olacaq. Aha, bax VVA texnologiyasının üstünlüyü bundadır ki, siz aşağı RPM-lərdə sürürsünüzsə şəhər içi, yəni 2,5-3 litr içəcək. Amma CF-in minimum sərfiyyatı 3,5 litrdən başlayır. Dodge motorda qeyd elədiyim kimi belə bir şeydir ki, siz bir növ belə bir bənzətmə eləmək istəyirəm. Marafonda iştirak edirsiniz, qaçırsınız. Siz standart olaraq ağzınızla nəfəsi alıb verirsiniz. Və finişə yaxın çatanda bilirsiniz ki, iştirakçılar daha çox sürəti artırır. Artıq finişə çatdıqdan sonra siz içəcəksiniz 5 litr, 6 litr su. Və yaxud da digər bir marafon iştirakçısı var. VVA texnologiyasından istifadə eləyir. Bir növ belə başa salın da. Nəfəsi burnunla alır, ağzınla verir. İdarə eləyir nəfəsini və finişə yaxın çatdıqda isə sürəti artırır. Artıq yenə nəfəsini o sürətinə görə idarə eləməyə başlayır. Bir növ belə bir şey başa düşün. O isə finişə çatdıqdan sonra, bilirəm biraz gülməli görsənə bilər. O isə finişə çatdıqdan sonra məsəl üçün içəcək 3 litr su, 3,5 litr su, amma Dodge texnologiyasından qaçan insan içəcək 5 litr, 6 litr su. Nətər bənzətmələrdir? Mən başa düşdüm mən. Hə, mən Lori dildə nə qədər də onu deyəm. Hə, Lori dillə mən bu qədər sizə başa sala bildim. Gələk ekran məsələlərinə. Yamaha R15 V4-lərdə ekran bildiyiniz kimi sadə, ağ-qaradır. M-lərdə isə LCD ekran gedir. 250 SR-da da araşdırdıq. Bayaq mən baxanda gördüm ki, yəni o qədər də LCD deyil də. TFT deyirlər buna əsasən. TFT LCD-dən daha rəngli, daha animasiyalı olur. Amma mən onda bir şey görmədim. Sahib qardaşımız istəyir ki, ona sonradan qoşulan ekranlar olur. Sonradan əlavə də eləmək olur. O məsələn, bizim türklərin videolarında gördüyümüz o sürət ortada, qıraqdan, sağ tərəfdən, benzin, sol tərəfdən Pavrottiklərdə o sonradan qoşulma olur. Amma bizdə 300 SR-larda, 300 NK-larda olur. Rəngli ekran. Sizə bunun müqayisəsini də videoda göstərəcəyik. Gələk əsas xroniki problemlərinə. Xroniki problem yəni ki, mən 30.000 yürüyüş təcrübəm var. İkinci R15-dir. Üzrlü sayaq mən 20.000 demişdim. Ha, problem deyil. Tanıyanlar bilir onu təqrib. Bəsdir. Yox, belə. Yox, belə. Yaxşıdır da, ya. Məsələn, bunun arxa bagajının zamokı xərabdır.
Məsələn, görmüsünüz arxa bagaj zaman xarab olan R15. Yox. Onu deyirəm də, o nə bilim necə bir problemdir. İndi istifadəçidən mi asılıdır, ya nə bilim, yenə deyirəm, o benzin İstifadəçi xətası. benzin nasos problemi kimi qələmə verir olar. 404.10. Bir haşiyə çıxım, məndə daha az da 15.000 kilometrdir. Sepulduz demək ki, təzədir. İndi məndən qabaq sürən adam, yəni səliqəli sürdüyü üçün ani qaz təpkilərini uzaq qaz. Mənim motosikletim amma R15'im. Onun sepi çox tez boşalırdı. Bunda məsələn mən bir dəfə sepi sıxdırmamışam da. Samirdə də elədir. 5000 Məndə də elədir. məsələn 5000 probegdədir. Ümumiyyətlə sıxdırmamışam sepi. Keçən dəfə ustaya da getdi. Dedi ki, ehtiyac yoxdur. Bax Samirdə də tez-tez boşalırdı. Bax məndə də tez-tez boşalırdı, o birisi R15-ində. Məndə də R15-də Məndə də sep boşalır. R15'də məndə də tez-tez boşalır. O da yenə deyirəm, valla sürüşdən asılıdır. Yaxşı olardı ki, R15 sürürsünüzsə, bunun sepinə vaxtı-vaxtında nəzarət eləyin və ən düzgün sıxma qaydası sizin təklifizə görədir. Yəni, boş halda bunun sepini sıxmaq olmaz. Yaxşı olardı ki, əyləşəsiniz üstünə, sizin təklifizə görə usta onun sepini sıxsın. Təlimə getmiş motosiklet sürücüsü var, təlimə getməmiş, özü öyrənmiş motosiklet. Yaxşı olardı ki, təlimə gedəsiniz, amma təlimə getməyənlər təlimə gedənlərdə yaxşı. Həqiqətən. Binanın qarajında öyrənmişəm sürməyi. Mən də məhəllədə YouTube'dan bu baxmışam yerim. altın elbisəli adam videolarına. Elə öyrən. Amma siz yaxşı olardı ki, yenə də təlimə gedəsiniz. Yəni, maşından fərqli olaraq təhlükəsi çoxdur. Yəni, dəmirin içində deyilsiniz, siz dəmirin çölündəsiniz. Ona görə təlimə getməyiniz vacibdir. Bax, bir dənə burada kəsək. Aha. Bir dənə bir şey danışsam, onu videonun əvvəlinə qoyarsanız, başıma gələn bir hadisədə o gündə bir qaqaş tapmışam yolun ortasında. Ya onu danışım sizə. Oturmuşdu yolun orada. Yo. R15 alıb 30 kilometrdədir. Deyir, dünənləri axşam dostumun motosikletini öyrəndim. Mufta, qaz, tormuz. Bugün getdim aldım. Əyri gedir. Özü əyri gedir. Biz necə düz gedə bilmir də. Palasa Ha. belə. Deyirəm, niyə kursa getmirsən? Deyir, yox, kursa getsən mən bu yaşda sonra. Bir təxmini olardı bir 30 yaşda. Hə. Ona dedim ki, kursa get, öyrən. İşte. Yəni təlimə getməyib yola çıxanda həm bizə problem yaşadırlar, Bəli. həm də ümumiyyətlə deyirlər ki, motosiklet sürücüləri bundan artıq deyil ki. Başa düşdün? Çox gözəl mövzuya toxundun. Mənfi rəy Həqiqətən. formalaşdırırlar. Mənfi rəy formalaşdırırsınız başqalarında da. Ona görə yaxşı olardı ki, siz təlimə gedib öyrənəsiniz. Sonra Həm biraz pislikləri məhlət üçün bir şey demirik ya da ki, insanı alçaltmırıq. Aha. Prosta ki, yəni təlimə getmək ümumiyyətlə bütün motosikletçilər üçün qəşəng bir imajdır da, belə deyim sizə. Təbii ki, çox gözəl mövzuya toxundun sahib. Buna görə sənə təşəkkür Çox sağ edirəm. ol. Sahib, zəhmət olmasa sən xroniki problemlər haqqında məlumat ver. Bildiyim kimi bunlarda egzoz problemi var. Hansı ki, egzozun içi dağılır mən bilən. Belə bir problem var. Sonra boltların boşalması problemi var. Bunlar haqqında nə deyə bilərsən? Mən bu motosikletdə ən çox nəyə fikir vermişəm? Bu motosikletin vibrasiyası daha çoxdur. Ah. RPM artdıqca o titrəmə daha da çox hiss olunur. Saxladın xodma. Tamam. Biraz aşağı RPM-də sürəndə, yuxarı skors aşağı RPM-də güzgülər tərpənir. O dərəcə bir titrəmə olur. Vaxt keçdikcə boltlarda boşalma edir. Vibrasiyası bununki daha çoxdur, nəinki R15. R15 buna nisbətən daha rahatdır. Bir də ki, bunların oturacaqları daha daş kimidir. R15 biraz yumuşaqdır. Bunlar biraz sərtdir, R15 yumuşaqdır. Həm də ki, R15-də məsələn sürəndə adam rahat otura bilir, artçı rahat otura bilir. Burada oturan şey adam çiynində oturur da elə bir. Biraz da böyük olsa, hündürdədir ona görə. Biraz qabağa tərəf əyildi. Ha, Meyillidir də, qabağa meyilli olur. əllərin bura çatdırması üçün o ucu mənə belimə minməlidir də, belə deyir də. Yəni. Bu egzoz problemindən danışdın. Egzoz problemi məndə yaşanmır. Yox, amma bu modeldə rast gəlməmişəm. Ya da yolda sürənlərdən də heç kimdə rast gəlməmişəm. Sözdə. Baxayım. Ha. Gaz verimi də. Evet. Çox beğendim. Sara səs daha çoxdur. Mən nəsə bunu səsləyəcək elədi. Mənə də o səslənsin. Nəsə, O burada da səs Django müqayisəsini deyən özünüz səsdir ya. görəcəksiniz. Biraz bu bizdə baş yoran səs. Ya bu tox gəlir ona görə. Hə, sahib qardaşım, bildiyimiz kimi arxa qabaq R15-lərdə ABS var. CF-də də varmı?
2 saat, Abi, 20 dəqiqə ehtiyat cümlə var. qur. Bir dənə hə var deyəcəydin də var. Yaxşı. Ha, ABS var. Dal ABS qabaqdır da Var, ikisi. var, ha. Bildiyiniz kimi R15-lərdə də TCS var. Salam aleykum, necəsən qardaş? Bildiyiniz kimi R15-lər TCS ilə də təchiz olunub. Bu da sürüşmənin qarşısını almaq üçün olan bir funksiyadır. Çox gözəl bir şeydir. Bəs sahib qardaşım, bu SR250-də varmı? SR250-də var, amma ona müdaxilə eləmək olmur. Yəni ekrandan onu açıb bağlamaq R15-də kimi yandırıb söndürmək mümkündür. Aha, R15-in mən bilmirəm də, çünki aha. yoxdur. Ha, CF-də onu bilmirik. İndi araşdırarıq görək TCS-i açıb bağlamaq olur yoxsa yox. Onun videodan sonra araşdırıb qoyacağam. Amma R15-də TCS-i açıb bağlamaq olur. Yenə də məsləhətdir ki, siz R15-də TCS-i bağlamayasınız. Yəni sürüşə bilərsiniz. Bu TCS-i bağlasanız, motosikletin belə deyək, ruvoku biraz da artacaq. Amma ki, yəni sürüşmənin qarşısını ala bilməyəcəksiniz. Sonra sürüşüb yıxılma ehtimalınız çox olacaq. Buna görə də ki, ehtiyatlı olun, çalışın TCS-i söndürməyin. 250 SR-larda mənim nə xoşuma gəlmir. Səs boğucunu çox qısa eləyiblər. Məncə vidini biraz o korruyur. Ha, o Çox mənə də qısadır. xoşuma gəlmir. Nə də ki, əlavə bir quruşlar, səs boğucu da qoşmaq olmur. Hə, bildiyiniz kimi qadağandır. O qadağan olmağı heç cəriməsi var. Amma Ümumiyyətlə modifikasiya eləmək olmur. ümumiyyətlə modifikasiya deyəndə ki, ancaq turbo vasitəsini uzada bilərik. O da ki, çox görünür. bərbad səs verir, həm də ki, tək silindrə egzoz taxmaq düzgün deyil də. Yox, sırf o səsə görə demirəm. Məsələn, görünüş cəhətdən çox qısadır. Çox qısadır. Yəni mənim xoşuma gəlmir. Amma R15-lərdə məsələn biraz uzanır, yenə yaxşıdır. Mən onun üstünə stiker yapışdırmışam, biraz da vid vermişəm. Sonra sənin demək istədiyin əlavə. R15-də V4-lərində qara rəngində yoxdur. 100% ki, qara rəngində yoxdur, amma o biri rənglərində və təzələrdə, bir də M-lərdə muftasız skor satmaq olur. Hə, quick shifter. shifter var. Bunda da çox gözəl mövzuya toxundun ki, V4-lərin bəzilərində quick shifter Qarada var. Qaralarda yoxdur, amma qırmızıların bəzilərində də var, bəzilərində də yoxdur. Amma M-lərin hamısında quick shifter var. Muftasız skorsu qaldırmağınıza kömək eləyir. Amma bu SR250-də yoxdur. O trek üçün nəzərdə tutulmuş bir şeydir də, yəni. Mən də onu sənin kimi dedim ki, məsəl üçün o yarış üçün nəzərdə tutulub. Sadəcə olaraq Talih orada gözəl bir mövzuya toxundu ki, yeni başlayanlar üçün, skorsu düzgün keçməyənlər üçün o yaxşıdır ki, korobkanı dağıtmır. Hə, amma sizə onu xüsusi vurğulayım ki, quick shifter yalnız yuxarı skorslar üçündür. Amma aşağıya qətiyyən yoxlamayın. Elədiniz o dişli çarxların anasını ağlatdınız da. Ay sağ ol. Korobka dağıldı. Çarxlar dağılandan sonra. Cibindədir də, yəni belə deyim. 2000 cəmaət maşın yığdırır. Mən yığdırmamışam, mən oradan bilirəm. 2000 olmaz. Məndə də o problem oldu. 500-800 arası yığırlar. 1000 500-800 maksimum 1000 manat. Ustaya. Baxır ustaya, təbii ki, burada keyfiyyət, əl işi məsələləri də var. Sky porsionu var, təmiz orijinal porsiyon var. Orijinal O porsiyon qiymətlər var. fərqli. Yəni 1000 manata ideal yığdırmaq olar. Bəs SR-da necə? SR-da vallahi yaşamamışam korobka ilə bağlı problem. Var, bilirsən? Eyni qiymətdir. Zahir qardaşım, səni də salamlayıram, xoş gəlmisən. Gəl bura dinə. Gəl. Hə, kesim yanır, hə. Motor problemindən danışdıq ki, xarab olanda nə qədər xərc çıxır. Biz məlumatımız yoxdur, Zahirin məlumatı var, məlumat verəcək. Mənim də əslində elə çox məlumatım yoxdur, amma eşitdiyimə görə o da 1000-1200 civarıdır. Demək olar eyni qiymətdir. 1200-ə qalxdın sən. Yəni Korobka 1000-1200 dağılsa civarı da. dəqiq bilmirəm. Korobka da olsa da, hə, korobka. Yəni, Kub söhbəti də var axı. Amma mən məsəl üçün gördüm, biri R15-in motorunu dağıtmışdı, 800 manata başa gətirdi, sürür, idealdır. Bir də quick shifter söhbətində də o Onu bir- mövzuya qayıdım mən. Qarşı sözüm gəlsin. Quick shifter R15 M-lərdə var, bir də R15-in göy rənglərində var, təzələrdə. O da nəyə görə? R1 ilə eyni rəng buraxıldığı üçün ona da quick shifter əlavə ediblər. Qırmızıda da görmüşəm. Qırmızıda mən görməmişəm, yalan deyirəm. Hə, yəni bəzi modellərində gəlir, bəzi modellərində yox. Niyə belə eləyirlər? Məlumat. SR-ın mənfi cəhətini deyim. Denən. SR250-nin bir dənə ekranı da mənfi cəhət, mənim fikrimcə. Hə, Bir onu dənə TFT toxunmuşam. ekran qoysaydılar çox qəşəng olardı. Mən bunu araşdırdım, yazılıb ki, TFT ekran var, amma baxıram ki, Deyim də TFT onun da yox. dəqiqliyinə qədər gedək. Azərbaycana gələn SR və NK250-lər fan modelləridir. SR250 fun, NK250 fun yazılır. Amma SR250 ilə NK250-nin özündə TFT ekrandan gəlir. Bax bu yaxşı ki gəldi. Bu məlumat bizə lazım idi. Demişdim ki, araşdıracağam, qoyacağam. Elə Zahir özü sağ olsun bu məlumatı verdi. Bunları deməliydim də mən.
Çıxanda telefon açar. Baxın, Yox, buradan nəzarət oradan edir. idarə eləyirik telefonu. Mühafizədir. Yəni telefonla oynamış kimi görsənsə də bizim sağ olsun köməyimizə çatır sahib qardaşımız telefonla idarə eləyir lazım olan şeyləri, yəni videonu idarə eləyir. Aha, burada bir dənə gözəl mövzu yadıma düşdü. Boy məsələsi. Bir xanım mənə yazmışdı ki, qoy bir dənə onu çıxardım bura. Bir xanım yazmışdı mənə ki, boyum balacadır, 1.60-dan aşağıdır. R15 sürə bilərəmmi? 1.53, 1.55 boylarına qədər sürmək olar. Lakin siz buna xüsusi 2 ədəd dəmir atdırıb modifikasiya eləyib sürə bilərsiniz. O da ki, dəmirlə bunun hündürlüyünü azaldırlar. Zahir, sən dedin ki, nəsə ziyanı var. Təbii ki, Lübə motosikletin onsuz da yendirməyə ziyanı var. Yəni eşitdiyim qədərini deyirəm, tam dəqiqliyinə qədər düşməmişəm. Amma rahatçılıqla deyə bilərəm ki, 1.62, 1.63-dən yuxarı sürə bilər rahat. Yəni öz hündürlüyündən söhbət gedir. Ay sağ ol. Öz hündürlüyünə 1.63-dən yuxarısa boyunuz sürə bilərsiniz, amma 1.60-dan aşağı oldu dəmir atdırırsınız. Amma sənə deyim ki, bir xanım var sürür. Çalan da kilometraj sürüb deyir. Hə. Yəni heç bir problem yaşamayıb. Hə, çoxdur. Qabaq aşağıdır onsuz da. Bəs səndə məsələn 1.65 boylarından aşağı olanlar necə sürə bilir? Dəmir atdırıb azaltdırma olur, yoxsa mümkün deyil? Olur. Mən hələ boyum 87-dir. Prosta ki, motosikletdə o pasatka var. Motosikletə əyləşəndə qabağı yatır aşağı. Düzü biraz qəribə görsənir. Amma ki, onu arxadan da eləmək olur, qabaqdan da eləmək olur. Prosta biraz tramplinlər keçəndə problem olur. Bakı yollarına görə uyğun deyil. Ha, Bakı yollarına görə çox uyğun deyil. CF Moto əvvəlki illərdəki buraxılışında xroniki problemlər ola bilər. Nə bilim, zapsas baha olmaq söhbəti ola bilər, amma 2025-dən o tərəfə CF Motoda elə bir şey yoxdur. Yəni videonun kommentində da yazmayın ki, CF zaydı, elədir, belədir. Mənim də videoma yazıblar. Ona görə bezmişəm deyə istəmirəm sənin videonda elə kommentlər olsun. Nə yazırlarsa etik dərəcədə yazsınlar, hamı öz fikrini paylaşır. Bax burada gördüyün kimi biri yazıb ki, mənim fikrimcə o pulu R15-ə verməkdənsə 6900 manat R15-dir. 5990 manatdakı SR 250-dir. Biri yazıb ki, mənim fikrimə görə bu pulu R15-ə verməkdənsə CF 250 alaram, qalan 1000 manatı da cibimə qoyaram. Vecimiz də belə bir fikir yazıb. Təbii ki, hamının fikrinə hörmətlə yanaşırıq. Yenə də bu qərarı siz verəcəksiniz, biz vermirik. Hərənin bir ideal seçimi var. M50 də sürsəz, S150 də sürsəz, yəni hərənin öz sürdüyü özü üçün idealdır. 50 də sürsəz, S150 də sürsəz demişkən, biri də yazıb ki, keçən videoda demişdim ki, R15 150 kubların şahıdır. Biri də yazıb ki, S150 olan yerdə R15 şahdır. Belə də hər kəsin öz zövqü var. Bəli, hər kəsin öz zövqü var. Amma ki, S150 ilə R15-i müqayisə eləməyə, yəni... Burada bir şey deyim. Mənim R15 sürdüyüm vaxtlarda S150 söhbətləri təzə çıxmışdı. Hamı da yazır ki, S150 ilə R15-i belə qıraram, elə qıraram. Mən də video paylaşmışdım ki, hansısa bir S150 varsa, gəlsin, yoxlayaq. Heç bir S150 gəlməmişdi açığı. Yəni, heç bir S150 bəlkə cəsarət eləməmişdi. Çünki bilirdilər ki, R15 S150-dən nə qədər güclüdür. Dediyim kimi, hamının öz motosikleti özünə idealdır, heç birinə bir söz demirik. Amma bu təklif eləyənlər var. Bax, mən də burada şey eləmişəm ki, gətir ətraflı müqayisə eləyək. Qaqaşdan səs soraq çıxmayıb. Sənin sözü və qüvvət. Bu da deyir ki, məsələn, biz videoda demirik ki, S150 belədir, R15 ondan yaxşıdır. Yəni, biz bunu demirik, amma ki, kommentə gəlibdilər ki, S150 R15-dən yaxşıdır. O sözü biz də deyə bilirik, amma biz demirik. Yəni, çünki bir başqasının əziyyətlə qazandığı pulla aldığı motosikleti pisləmək bizə yaraşmır. Ən gözəl motosiklet sənin öz adına olan motosiklet. Yəni, altın elbisəli adamın sözüdür. Uzun eləmirəm. Maksimum dərəcədə qısa eləyəcəm. Yəqin ki, bu da bir 25 dəqiqə gedəcək R15 videosu kimi. Təşəkkür eləyirəm hamınıza, minnətdaram ki, iştirak elədiniz. Zahir, sən də mənə çox önəmli məlumatlar verdin. Day araşdırmaya ehtiyac qalmadı. Sən bölüşdün, bunu da yerləşdirəcəm. Wikipedia, chat pipidir. Necə yekunlaşdıraq? Abunə yönətdə videonun sonluğunda. Dayandırmışdım, az qaldı. Hə. Abunə yönətdə videonun sonluğunda. Videonu like eləyin, abunə eləyin, komment Mən xoşuma gəlmir, Onu eləməlisən xoşuma qardaş. gəlir. Eləməliyəm. Sosu yadda gəlir, baxır çıxır gedir. TikTokda keşfət beynəlmiləl sözünü yazmağı özümə rəva Çəkmi də bilmirəm. o Azərşirdə gəlib çək olmadı, borcunuzu ödəyin. İkinin işidir. 2 nəfər deyir ki, abunə olun, 2 nəfər də deyir ki, olmayın. Zəhmət olmasa abunə olun, like eləyin. 2 nəfər abunə olsun, Qoyma 2 nəfər lazım keçsin. Gənclər, dəstək olun ki, bu tip videoların ardı gəlsin. Yəni, yəqin ki, bilirsiniz, belə videolar Türkiyədə var, burada demək olar ki, yox səviyyəsindədir. Dəstək olmanızdan asılı ki, belə videoları daha çox çəkək. Ölkənin
yuxarı qaldırır. Ən azından motosiklet yeni cəhətdən. motosiklet almaq istəyənlərə də bir yol açılar. Əla, təşəkkür edirəm. Sağ olun.